Almaniyanın Schmölln şəhərində mayın 15-dən 19-na kimi kişilər arasında powerlifting üzrə Avropa çempionatı keçirilib. Gəncədən bu yarışda 3 dəfə Avropa, 1 dəfə dünya çempionu olan Rüfət Ağayev iştirak edib. Şəhərə dönərkən onun Nizami məqbərəsində məşqçisi, tələbələri və digər idmançılar qarşılayıblar. Məqbərəni ziyarət etdikdən sonra ənənəyə sadiq olaraq idmançı xatirə kitabına ürək sözlərini yazdı. Mən bu çempionata getməmişdən qabaq, hardasa çempionata getməyə 4 gün qalmış, ağır formada angina keçirmişdim, yəni boğaz ağrısı idi. Hətta həkimlər mənə bu yarışa getməyə icazə vermədilər. Hardasa 4 gün mən qızdırmalı oldum. Lakin ona baxmayaraq mən ruhdan düşmədim, bu yarışa necə deyim, həvəslə getdim. İdmançının dediyinə görə görüşdə müxtəlif ölkələrin idmançıları ilə mübarizə aparıb. Əsas rəqibi Almaniya idmançısı olub. Birinci hərəkətdə bu idmançı Rüfət Ağayevi üstələyib. İkinci və üçüncü hərəkətlərdə həmyerlimiz bu idmançını xal hesabı ilə geridə qoyub. 3 hərəkətin cəminə görə Almaniya idmançısı 890 kq nəticə göstərsə də, Rüfət Ağayev 905 kq göstərici ilə Avropa çempionu olub. Sənin rəqibin burada ştanq olur. İdmançı olmur. Yəni ki, sən nə qədər çox yüksək nəticə əldə eləsən, o sənin, necə deyim, azdır. Sən ola bilsin, sənin rəqibin, necə deyim, səndən də artıq məşqlər eləyir, səndən də çox qüvvətlənir. Çünki bu insan qüvvəsinin həddi yoxdur. Qeyd edək ki, bu ilin noyabr ayında Finlandiyada powerlifting üzrə dünya çempionatı keçiriləcək. Rüfət Ağayev və onun tələbələri bu yarışda iştirak etməyə vəsiqə qazanıblar. Maliyyə köməkliyi olunarsa, idmançılarımız bu yarışda yüksək nəticələr göstərə bilərlər. Vüsal Məmmədov, Fərruh Qafarov, Vaqif İbrahim Xəlil, Xəbər Plus.